Salam dəyərli abituriyentlər və müəllimlər. Bugün Güvənin yeni çıxarmış olduğu 15 sınaqdan ibarət olan test toplusunun izahlarını verəcəm. Sınaq 1-in izahı olacaq və videoların davamı üçün kanalıma abunə olmağı və videonu bəyənməyi unutmayın. Gəlin bir-bir başlayaq. Bir nömrəli sualda bizə deyir ki, AB trayektoriyası üzrə A nöqtəsindən B nöqtəsinə hərəkət edən cismin yer dəyişməsinin X və Y oxları üzrə proyeksiyalarını hesablayın. X oxu üzrə də yer dəyişmənin proyeksiyasını istəyir, Y oxu üzrə də. Gəlin birinci növbədə X oxu üzrə proyeksiyanı tapaq. Necə tapıram? X oxuna baxıram ki, X oxu haradır? Baxın, bu ox. Bu ox üzrə proyeksiya ya sağa doğru getdiyi məsafəni tapmalıyam, ya sola doğru. Bunun üçün də baxıram ki, X oxu üzrə proyeksiya nə qədərdir? Yer dəyişmə. Yer dəyişmə düz xətt parçası olduğu üçün mən baxsam ki, X oxu üzrə qırmızı ilə göstərəcəm. Başlanğıc A nöqtəsidir, sonu da B nöqtəsidir. Başlanğıc və sonu birləşdirən istiqamətlənmiş düz xətt parçası çəkərəm. Baxın, bu mənim yer dəyişməmdir. Yer dəyişmənin X oxu üzrə proyeksiyası deyəndə yer dəyişmənin proyeksiya ayırıram. Baxın, X oxu üzrə tam bu nöqtəyə qədər, Y oxu üzrə də nə qədər hündürlüyə qalxıb o qədər qaldırıram. Baxın, bu qədər. Şu tapdım. İndi baxıram ki, yer dəyişmə hardan başlayıb, harda bitib. Sx bərabərdir, x çıx, x 0 yazaram. Sonda dayanıb 10-da çıx. Əvvəlcə də -3-dən başlayıb. -3 çıxanda bunun yer dəyişməsini 13 taparam. Daha sonra isə Y oxu üzrə baxanda isə Y çıx, Y 0 yazaram. O da bərabərdir. Y də sonda gəlib harda dayanıb? Müsbət 3-də. Çıxıram. Hardan başlamışdı? Baxıram Y oxu üzrə baxanda -2-dən başlayıbdı. Onda -2 götürərəm. -3-dən də -2-ni çıxanda ara müsbət olur, müsbət 5 tapıram. Bu qədər. Deməli, X oxu üzrə 13-dür, Y oxu üzrə 5-dir. Cavabı götürərəm D variantı. 32. Sükunət vəziyyətindən düzxətli bərabər təcilli hərəkətə başlayan avtomobil 3-cü saniyədə 15 metr yol gedir. Bizə deyir, bu avtomobilin ilk 5 saniyədə getdiyi yolu tapın. Baxın, birinci şərtə fikir verin, sükunət vəziyyətindən deyir. Mən yazıram ki, V0 bərabərdir 0 və mənə n-ci saniyəndə getdiyi yolu verib. Onda n-ci saniyənin düsturunu yazaram, V0 plus A vurulsun 2n-1 bölünsün 2. İndi mən burada niyə plus yazdım? Çünki bu deyir sükunət vəziyyətindən hərəkətə başlayıb. Yəni bunun başlanğıcda sürəti 0-dır. Sonra başlayıb sürətini yavaş-yavaş artırmağa. Deməli bu yeyinləşən hərəkət edib. Yavaş-yavaş edə bilməz. Ona görə müsbət. 0 və 0 0-a gedir. Buradan təcil tapa bilərəm. S-in yerinə 15 qoyuram, bərabərdir. A vurulsun, 2 vurulsun n. N-ci saniyəmin yerinə 3 qoyub 1 çıxıb bölərəm 2-yə. Buradan da onda 30 bərabər olar. 2-ni 3-ə vursam 6, 1 çıxsam 5 aya. O zaman da mən təcili buradan 6 taparam. Təcili tapandan sonra 5 saniyə ərzində getdiyi yol istəyəndə S bərabərdir V0 T plus AD kvadratı bölü 2 yazaram. V0 0 olduğu üçün gedər 0-a. Təcilin yerinə 6, T zamanın kvadratı 25 bölünsün 2 olar. 3-ü də 25-ə vursam cavabı 75 metr taparam. Yəni C variantı. 3. X oxu boyunca düzxətli bərabər təcilli hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. 9-cu saniyənin sonunda bu cismin sürətinin modulunu hesablayın. Gəlin baxaq. Deməli, uşaqlar, mən baxıram ki, burada bu cisim bərabər yavaşlayan hərəkət edir. 9-cu saniyənin sonundakı sürəti tapmaq üçün mən təcili bilməliyəm. Bu bərabər təcilli hərəkət etdiyi üçün mən baxın, qrafikin bu hissəsində təcili tapanda həm də aşağıdakı hissənin təcilini tapmış olacağım. Çünki bərabər təcilli hərəkət edir. Onda mən birinci növbədə buradan tapa bilərəm. Baxın, V0 var, V var və 30-dan 12-yə düşənə kimi keçən zaman müddətdə var 3. Onda mən buradan təcili tapım. Yazaram ki, A bərabərdir. V çıx V0 böl T. Son sürət 12-dir. Çıxıram. Başlanğıc sürət 30. Bölürəm 3-ə. Buradan 18 alınır. -18. 3-ə böləndə təcil -6 tapıram. Təcil -6 alındı. Daha sonra isə buradan mən necə tapacağım? Baxın uşaqlar. Məndə normalda buranın sürətini tapmaq üçün, məsələn, bu hissəni götürərəm da. Lakin həmin hissədə zaman anı mənə verilməyibdir. Ona görə də mən
Gələcəm hərəkət onsuz eyni bərabər təcil hərəkətdə təcil eynidir. Bu hissəni götürəcəm. Baxın, buradan götürəcəm qrafiki. Və yaxud da oradan da götürməyib, elə buradan da belə ümumi götürüb tapa bilərəm. Gəlin elə ümumi götürək. Götürdüm. Baxın, yazıram. V son sürət istəmir. V0 bərabərdir. Gəlin təcildən gedək və ya gedək. V bərabərdir. V0 plus AT. Buradan V0 30'dur. Çıx, mənfi var. 6 vurulsun. Zaman olaraq da neçə verib bu burada bizə? Deməli, əgər 0-dan 30'a kimi götürürəmsə, onda biz götürməliyik bunu 9 saniyə. Burada 9 qoyanda 6'ın 9'a vuranda deməli bizə verir nə qədər? 30 çıxılsın. Mənfi verəcəyəm, önemli deyil. Burada modul dediyi üçün müsbət götürəcəm. 30 çıxılsın 54. Yəni 54'dən 30 çıxanda mənfi 24 alaram. Modulunda istədiyi üçün müsbət 24 götürərəm bu şəkildə. Cavab D variantı. Sonra keçək növbəti suala. 34. Düz xətlə hərəkət edən cismin, iki cismin hərəkət tənlikləri uyğun olaraq bu şəkildədir. İkinci cism ilə görüşənə qədər birinci cismin getdiyi yol. Görüşənə qədər deyir. Mən görüşdükləri müddəti bilirəm. Yox. Onda deməli birinci görüşmə müddətlərini tapmalıyım. Bunun üçün də bilirik ki, koordinatlar bərabərləşməlidir. Buradan 60 çıxılsın 4T bərabərdir. 6T üstə gəlsin 10. Buradan 10T bərabər olar 50-yə, onda T-ni 5 taparam. Baxın uşaqlar, indiyə qədər bizə deyilir ki, görüşəndə koordinatlar bərabərləşdirir. Niyə bərabərləşir? Çünki cisimlər görüşəndə aralarındakı məsafə 0 olur. Yəni bu cisimlər eyni bir nöqtəyə gəlirlər. Ona görə koordinatlar bərabərləşdiririk. Baxın, tez zamanı tapdım. İkinci cisim ilə görüşən qədər birincinin getdiyi yol istəyir. Birincinin sürəti nə qədərdir? Normalda koordinat tənliyi x0 üstə gəl VT-dir. T'nin qabağındakı sürətdir. Birincinin sürətini də verib bizə V1'i 4. Deyə bilərsiniz, müəllim, niyə mənfi götürmədik? Çünki yol deyil. Yol heç vaxt mənfi ola bilməz. Sonra da S bərabər VT yazıb birincinin getdiyi yolu istəyir. Tapıram. 4 vur 5 cavab edir 20 metr. Yəni A variantı. Yox, ikincini istəsə ikincinin sürətini götürərdim. 6'dır. 5'ə vurardım. 30 götürərdim. Gələk növbəti suala. 35. Cismin getdiyi yolun zamandan asıllıq qrafiki verilmişdir. Cismin sürəti. Uşaqlar, yol zamandan kvadratikası, deməli bu bərabər təcil hərəkətdir. Yol zamandan düz asılı olanda sürət sabit olur. Burada qrafikim getdikcə T oxuna yaxınlaşır. Deməli cisim yavaş-yavaş hərəkət etməlidir. T oxuna yaxınlaşan qrafiki götürürəm. Y variantı. 36. Minik avtomobili 20 metr böl saniyə sürətlə düz xətli bərabər sürətlə hərəkət edir. Avtomobilin təkərinin radiusu 40 cm olarsa 16 saniyə ərzində neçə dövr etdiyini tapın. Baxın, hər şey verilibdir. V0 verilib 20'dir. Daha sonra avtomobilin təkərinin radiusu verilib. R bərabər 0,4 metr, santimetri metrə çevirdim. Zamanı verib kiçik T-ni bizə 6 və bizdən neçə dövrlərinin sayını soruşur. Sürətin konkret düsturu var ki, V0 deyirəm, V-dir bu. V bərabərdir 2 pi R N bölünsün T. Buradan da yerinə qoyuram. 20 bərabərdir 2 pi 6'dır. R 0,4'dür. N yoxdur. T zamanda 6'dır. Bunlar gedir. N də tapanda. Burada da 200'ü bölərəm 4'ə və taparam ki 50 dövr edib. Yəni C variantı. 37. Maddi nöqtənin çevrə üzrə bərabər sürətli hərəkətlərində mərkəzi qaçma təcilinin bucaq sürətindən asıllıq qrafiki verilmişdir. Hansı nöqtə xətti sürətin ən kiçik qiymətinə uyğundur? Uşaqlar, bunu iki yolla edə bilərsiniz. Bucaq yolla da edə bilərsiniz. Daha fərqli bir yolla da edə bilərsiniz. Gəlin göstərim. Məsələn, A bərabərdir. Mən yazıram ki, omega V. Məndən əgər sürətin kiçik qiymətini istəyirsə, yəni V-nin, onda omega ilə V tərs asılı olduğu üçün omeganın böyük qiymətini tapmalıyam. Amma sürətlə təcil düz asılı olduğu üçün təcilin də kiçik qiymətini tapmalıyam. Təcilin kiçik qiyməti 1,4'ə uyğun gəlir. Omeganın böyük qiyməti 4,3'ə. Gəlib 4'də kəsişirlər, cavab olur D variantı. 8 nömrəli sual. Qarşıda türmə ilə fırlanan disklərin üzərindəki A və B, A nöqtəsinin B nöqtəsinə nəzərən sürəti. Yəni mənə verdiyi VAB-dir. Bunu verib bizə 3,6. Deyir ki, radiusu R1 30 cm olan diskin bucaq sürəti. Birinci növbədə mən baxmalıyam ki, burada bizə nisbi sürət verib. Burada A ilə B-nin sürəti toplanıbmı, çıxılıbmı? Xəttə baxın. Buradan gəlir B nöqtəsindən sürət toxunan istiqamətdə aşağı olur. A nöqtəsindən isə yuxarı olur.
Bu o deməkdir ki, VA və VB əks istiqamətlərdə yönəlib. Biri yuxarı, biri aşağı. Əks istiqamətdə olanda, nisbi sürəti tapanda bilirik ki, toplanır. Onda yazaram ki, VAB bərabərdir. VA üstə gəlinsin VB. Bu ikisinin cəmini mənə 3/6 verib. Onda uşaqlar, buradan belə yazaq da, əvəz edək. VA-nı tapaq ki, 3/6 çıx VB-dir. Gəlin onda, bilirəm ki, A və B nöqtəsinin A1 dəqiqə. Burada bir məsələ var, qoyun onu da deyim. Burada A ilə B qayışla birləşib. Qayışlı türmədə sürətlər bərabərdir. Yəni, əslində VA VB-yə bərabərdir. Onda buradan aydın məsələdir ki, 2 eyni kəmiyyət toplayıb 3/6 almışamsa, VA da, VB də ikisi də nəyə bərabər imiş? 1/8-ə bərabər imiş. Bunu tapandan sonra birincinin radiusu da bu qədərdir. Mənə deyir ki, radiusu 30 sm olan diskin bucaq sürətini hesablayın. Deməli, radiusu 30 sm olan birincidir. Birincinin sürəti də 1/8-dirsə, VA bərabər omega vurulsun era yazaram. Buradan da VA 1/8-dir. Omega A yoxdur. Era da nə qədərdir? 30 sm, yəni 0,3-dür. Onda omega A-nı da buradan tapanda 6 radian bölünsün saniyə alıram. Yəni A variantı. Keçək növbəti suala. Deməli, burada bizə deyir ki, saatın saat əqrəbi hansı zaman müddətində 0,5 dövr edir? Baxın, saatın saat əqrəbi deyir. Saatın saat əqrəbinin dövr etmə periodu nə qədərdir? 12 saat. Bunu yazıram. Hansı zaman müddətində məndən kiçik ten istəyir və neçə dövr edər? 0,5 dövr veribdir. Onda bu çox sadə bir sualdır. Periodun düsturunu yazaram. T bərabər T bölünsün N. Buradan da T-ni tapanda T-ni vurmalıyam N-ə. 12-ni vururam 0,5-ə. Bu da mənə 6 verir. Yəni B variantı. 40 nömrəli sual. Deməli, deyir çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzi qaçma təcili hansı ifadə ilə təyin olunur? Baxın, A bərabərdir, omega V-dir. Omeganı da buradan 2πn-dən açaram. 2πn-V, bu qədər. Y variantı. 41. Çevrə üzrə bərabər sürətli hərəkətdə dövr etmə periodunun sabit qiymətində radius vektorun dönmə bucağının zamanda asılılıq qrafiki. Uşaqlar, ümumiyyətlə siz bunu belə yadınızda saxlayın ki, çevrədə yalnız 2 kəmiyyət zamandan düz asılıdır. Fi və N. Qalan heç bir kəmiyyət zamandan asılı olmur. Nə sürət, nə təcil, nə omega, nə period, nə tezlik, heç biri. Cavab olur B variantı. Bunun da səbəbi omega bərabər fi bölü T-dir. Fi ilə T düz asılıdır, bölünür. 42. Cisim A nöqtəsindən çevrə boyunca hərəkətə başlayır. 1, 2 və 3 nöqtələrində olduqda onun A nöqtəsindən nəzərən yer dəyişmələrinin modullar arasında hansı münasibət doğrudur? Baxın, A nöqtəsinə nəzərən yer dəyişməsi deyir. A-dan hərəkətə başlayanda bir nöqtəsinə gəlirsə, yer dəyişməyə baxıram, baxın. Bura R desəm, yer dəyişmə baxın buradır. Pifagorla buranı R kök 2 tapıram. 3 nöqtəsində də yenə eyni qaydadır R desəm, onda buradan bura yer dəyişməni yenə R kök 2 tapıram. Bu tərəfdə isə artıq A-ya qədər burada bir R olsa, buradakı yer dəyişməm 2 R olur. İndi burada da baxıram ki, onda 1 ilə üstdəki yer dəyişmələr bərabərdir. 2-də də bunlardan böyükdür. S1, S3-ə bərabərdir, 2 də bunlardan böyükdür. Y variantı. Keçək növbəti suala. 43. Cismə tətbiq olunmuş F1 və F2 qüvvələrinin əvəzləyicisinin ən kiçik qiyməti 80 Newtondur. F1 bərabərdir. F2 bölünsün 5 olarsa, F1 qüvvəsinin modulunu hesablayın. Uşaqlar, əvəzləyicinin minimum qiyməti qüvvələr çıxanda alınır. Yəni, bu deməkdir ki, mən baxıram ki, burada hansı qüvvə böyükdür? F2 böyükdür. Çünki F2-ni 5 yerə böləndə F1 alınır. Onda F2 çıx F1 bərabərdir 80 yazarıq. F2 qalar yerində. F1-in də yerinə F2 bölünsün 5 bərabərdir 80-ə. Bunu ortaq məxrəc edərəm. 5. 5-də birdən də deməli, bu da bizdə qalar 4 F2 bərabərdir 80-ə. Buradan da F2-ni taparam, deməli 20-ni 5-ə vursam 100 Newton. Məndən də F1-i istədiyi üçün F1-i də tapanda F2-ni bölməliyəm 5-ə. Yəni 100-ü də 5-ə bölürəm, cavab 20 olur. B variantı. 44. Hansı cihazlardan istifadə edərək cismin təcilini təyin etmək olar? Baxıram, spidometr varmı? Spidometrlə zamandan istifadə etsəm, delta V bölü T-yə görə tapa bilərəm. Yoxdur. Onda S bərabər AT kvadratı bölü 2-dən və ya F bərabər MA-dan olar. F bərabər MA yazsam,
Təcili tapa bilərəm F bölü M-ə görə. Qüvvəni dinamometrlə ölçərəm. Kütləni də tərəzi ilə. Yəni cavabı 1,3 B variantı götürərəm. Keçək növbəti suala. 45. Maddi nöqtəyə tətbiq olunmuş 3 qüvvənin əvəzləyicisi modulunu hesablayın. Deməli, burada baxıram ki, 3 qüvvənin əvəzləyicisini soruşur. F2 ilə F3 ilə F1-in əvəzləyicisi F2-nin üzərinə düşür. Yəni, yekunda əvəzləyicini tapanda F2 ilə bərabər olacaqdır. Burada baxıram F1 nə qədərdir? F1 3 damadır. 1,4 newtondursa 3,12 newtondur. F3 isə 4 damadır. Bu da 16 newtondur. Onda kök altda kvadratlar cəmindən həm əvəzləyicini, həm F2-ni tapmış oluram. 16-nın kvadratı mənə verir 256, çıxılsın 12-nin kvadratı 144. Daha doğrusu toplanılsın. Bu da mənə 400 verir. 400-dən də 20 çıxır. Deməli, əvəzləyici 20-dir və bununla üst-üstə düşür. Yəni, F2 qüvvəsi də 20-dir. İkisi də eyni istiqamətdə olduğu üçün toplayıram, onda 40 newton götürərəm. Yəni, Y variantı. 46. Maddənin həcminin kütləsindən asılılıq qrafikinə əsasən onun sıxlığı M bərabər rho V-dir. Rho-nu da buradan tapanda kütləni həcmə bölməliyəm. O da bərabərdir. Kütləni verib mənə 16 milliqram. Elə cavabı da qramla istədiyi üçün çevirməyəcəm. 16 qram bölünsün. Bir dənə millini çevirməliyəm. 10 üstü mənfi 3 deməkdir. 20 vurulsun 10 üstü mənfi 3 kubmetr yazaram. Buradan da biz də 4-ə ixtisar apara bilərik. Elə 10.600-ü bölüm 20-yə, daha doğrusu 16.000-i. 1600-də böləndə 800 düşür. Bunu da santimetrin kubuna çevirəndə 0,8 santimetr kub edir. Cavabı götürərəm C variantı. 47. Düz xətli bərabər yavaşayan hərəkət edən cismin verilmiş kütləli cismə təsir edən qüvvələrin əvəzləyicisi. Uşaqlar, bərabər yavaşayan, bərabər yeyinləşəndə təcil sabit olur. Təcillə qüvvə düz asılı olduğu üçün qüvvə də sabit olur. Ona görə cavab A variantı. 48. Qarşı-qarşıya hərəkət edən iki polad kürəcik mütləq elastiki toqquşur. Qarşılıqlı təsir nəticəsində kürəciklərin aldıqları təcillər. Qarşılıqlı təsirdirsə, qüvvələr bərabərdir. F1 bərabərdir F2-yə. Onda kütlə və təcil tərs asılıdır. F bərabər MA-ya görə. Amma kütlə də olmadığı üçün M açmalıyam. Yəni ki, rho V ilə. Onda M1 A1 bərabərdir M2 A2-dir. Buradan da rho V ilə əgər açsam, təcil həcmdən də tərs asılı olur. Yəni A2-nin A1-ə nisbəti bərabər olur V2-nin V1-ə nisbətinə. Daha doğrusu V1-in V2-ə nisbəti. Buradan da 2V bölünsün V-dən də təcili 2 taparam. Yəni cavabı götürərəm 48-də D variantı. 49. Hamar üfüqü müstəvi üzərindəki iki tircik çəkisiz iplə bir-birinə bağlanmışdır. M1 kütləli tircik 5 newton qüvvə ilə dartılır. İpdə yaranan gərilmə qüvvəsi 3 newton olursa, birinci tircikin kütləsi. Uşaqlar, bunlar eyni bir təcillə hərəkət etdiyi üçün bunların təcilini tapıb bərabərləşdirərəm. Yəni necə? F bərabərdir. M1 ilə M2-ni dartır. M1 plus M2 vurulsun A yazaram. Buradan təcili tapanda alaram F bölünsün M1 plus M2. İkincidə də T gərilmə yalnız M2-ni dartdığı üçün T bərabərdir. M2 vurulsun A yazaram. Onda A-nı da buradan tapanda T bölü M2 alaram. Yəni buradan eyni təcillə hərəkət etdiyi üçün bu iki ifadəni bərabərləşdirərəm. F bölünsün M1 plus M2 bərabərdir T bölünsün M2-yə. Buradan da F-i bizə 5 verib. M1 plus M2 isə M2-ni bizə 600 qram verib. Qramla istədiyi üçün çevirməyəcəm. Üstə gəl M1 yoxdur, bərabərdir. T gərilməni 3 verib, M2-m də 600-dür. Onda buradan da çarpaz vursam, 3-lə bunu ixtisar aparım, sadələşsin. 200 olur, 200-ü 5-ə vururam 1000. Bərabərdir, 600 üstə gəlsin M1-ə. Onda buradan da M1-i 400 qram taparam. Yəni cavab olur C variantı. Keçək 50 nömrəli suala. Verilmiş cismə təsir edən əvəzləyici qüvvənin qiymətini 2 dəfə azaltdıqda onun təcili necə dəyişər? Deməli, F bərabər MA-ya görə təcil və qüvvə əks kəmiyyətlərdir. Təcil 2 dəfə azaldısa, qüvvə də 2 dəfə azalır. Qüvvə 2 dəfə azaldısa, təcil də yenə eyni şəkildə. Cavabı götürərəm A variantı. 51. Üfüqi səth boyunca düz xətlə bərabər təcilli hərəkət edən 5 kiloqram kütləli cismin təcili. Fikir verirsinizsə, burada qüvvə bucaq altında tətbiq olunub. Biz onu proyeksiya ayırmalıyıq. Qüvvə ilə bitişi olan tərəfə kosinus deyərəm. F kosinus alfa. Bucaqdan uzaq olan tərəfə isə sinus alfa deyərəm. Bu cismi təcillə hərəkət etdirən kosinusdur. Ona görə kosinusu götürəcəm. A bərabər F bölü M-dir. F-in də yerinə F kosinus alfa bölünsün M yazıram. Burada da bucağı bizə veribdir.
F15'dir. Kosinusum 0,8'dir. Kütləmdə 5'dir. 3'ü də 0,8'ə vursam cavabı 2,4 alaram. Yəni olur B variantı. 52. Əyri xətli bərabər sürətli və düz xətli bərabər sürətli hərəkətlər. Diqqətli olun. Əyri xətli hərəkət elə çevrə üzrə hərəkətdir uşaqlar. Düz xətli bərabər sürətli hərəkətdə adi bildiyimizdir. Gedilən yol VT ilə tapılır deyirsə, əgər bu hər ikisinə aiddir. Gedilən yol yer dəyişmədən böyükdür. Bilirik ki, 2 halda böyük olur. Bir əyri xətli hərəkətdə, bir də ki, gedib qaydanda. Götürərəm 2 bura. Sürətin qiymət və istiqaməti zaman keçdikcə dəyişmir. Həm qiyməti, həm istiqaməti sabit olan düz xətlidir. Bərabər zaman fasilələrində gedilən yollar bərabərdirsə, ikisində bərabərdir. 2, 1, 4, 3, yəni cavab olur C variantı. 53. Açar sözlərdən müəyyən ardıcılıqla istifadə edərək mətni tamamlayın. Ədədi qiymətcə vahid zamanda yer dəyişməyə bərabər olan fiziki kəmiyyət sürət adlanır. VT-dən. Ədədi qiymətcə vahid zamanda sürətin dəyişməsinə bərabər olan kəmiyyət sürət dəyişməsi nədir? Təcildir. Düz xətli bərabər yeyinləşən hərəkətdə sürət və təcil vektorları yeyinləşən olduğu üçün eyni istiqamətdir. Yavaşlayanda isə əks istiqamətdə yönəlir. Yəni 4, 3, 1, 2 olur. 54. Düz xətli hərəkətdən cismin koordinatın zamandan asılılığı bu şəkildədir. Cismə təsir edən qüvvələrin əvəzləyicisi 120 Newton varsa kütlə. F əvəzləyici bərabər demadır. Yəni mən bir dənə təcil bilməliyəm. Koordinat tənliyində də təcil t kvadratın qabağında olan ədəd. Daha t kvadratı bölgüyə görə təcil 6-dır. Onda kütləni də tapanda F-aya bölməliyəm. Deməli F 120-dir, təcil də 6-dır. Bu da bizə 20 verir. Cavab olur 20. 55. Çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin xətti sürəti 12, mərkəzi qaçma təcili 3-dür, çevrənin radiusu A bərabərdir, deməli V kvadratı bölünsün R. Buradan da R'i tapanda V kvadrat böl A yazaram. V kvadratım 144 edər, A təcim də 3. Bu da mənə verər 4 dəfə, 24-də də 8 dəfə. Yəni cavab edir 48. 56. X oxun əksi istiqamətində düz xətli bərabər təcilli hərəkətə aid olan qrafiklər. X oxun əksi deyəndə, yəni qrafik T oxunun altında olmalıdır, sürət mənfi olmalıdır. Burada cavabı götürərəm 3, 4. 4'ü götürə bilmərəm. Niyə? Bərabər təcilli deyir, 4 bərabər sürətli də olmaz. Bir də 6'ını götürərəm, 3 və 6. 57. Fiziki kəmiyyətlər və onların vahidləri arasında uyğunluq. Təcilin vahidi metr bölünsün saniyə kvadratıdır, 1'ə gedir C. Sıxlıq kilogram bölünsün kubmetr və yaxud da qram bölünsün santimetrin kubu ola bilər, B-də gedir. Qüvvənin vahidi Newtondur, bir də Newtonun açılışı da kilogram vur metr bölünsün saniyə kvadratıdır, A gedir. 1'ə C, 2'ə B-də, 3'ə də A, Y gedir. Gəlin indi bu açıq suallara baxaq. 58'də bizə deyir ki, verilmiş radiusu çevrə üzrə hərəkət edən cismin dövr etmə tezliyi, yəni N'ni bizə verib 0,25 saniyə üstü mənfi 1'dir. K nöqtəsini keçdikdən sonra 6-cı saniyənin sonunda cismin sürət və təcil vektorları. Birinci gəlin bunun periodunu tapaq. 1 bölünsün N'ə görə. 1 bölünsün 0,25 ilə mən bunu tapıram 4 saniyə. Deməli, bunun periodu 4 saniyədirsə, hər bir hissəni bu bərabər zamanda bərabər bucaqlar cızıda 1 saniyə gedir. İndi K nöqtəsini keçəndən sonra 4 saniyə sonra təkrar K nöqtəsinə gəlir. Məndən 6-cı saniyənin sonu deyir. 5, 6-cı saniyənin sonu baxın bu nöqtədir. Bu nöqtədə sürət toxunan istiqamətdə belə gedir, təcil demişə mərkəzə doğru yönəlir. Bu şəkildə təcil yuxarı yönələr, sürət də sola doğru. 59. Durğun suya nəzərən sürəti 12 metr böl saniyə olan motorlu qayıq çay axının əksi istiqamətində düz xətli bərabər sürətlə hərəkət edir. Qayıq 4 saniyə ərzində 46 metr yol gedərsə çayın axını sürəti. Deməli, qayığın sürəti var 12. Əks istiqamətdə gedirsə V sürəti tapanda V qayıq çıx V çay yazmalıyıq. Onda yazaram S bərabərdir V qayıq çıx V çay vur T. VT-dən gəlirəm da. S-in yerinə 46 qoyuram, bərabərdir. V qayıq 12-dir, çıx V çay yoxdur. T zamanında 4 verib. 46-nı 4'ə bölmək olmur deyəsən. 1, 1. Da 1, 11,5 bərabərdir. 12 üstə çıxılsın V çay olur. Buradan da V çayı tapanda 12'dən 11,5 çıxanda 0,5 qalır. Deməli, çayın sürəti 0,5 metr böl saniyə bərabərdir. Keçək 60 nömrəli suala.
Minik avtomobili ilk 20 saniye ərzində 108 km/saat sürətlə düz xətli bərabər sürətlə hərəkət edir. 20-ci saniyənin sonunda avtomobil tormozlanaraq düz xətli bərabər yavaş yerdə hərəkət edir və 25-ci saniyənin sonunda dayanır. Bizə deyir ki, zamanın 0, 20, 25 anlarında uyğun sürətin qiymətlərini yazmaqla ilk 25 saniyə ərzində avtomobil sürətinin modulunun zamanda asılı qrafikini çəkin. Birinci qrafiki çəkək, daha sonra isə sürətlərimizin qiymətlərini də yazarıq. Deməli, V-nin T-dən asılılığı var. Bu cisim birinci necə hərəkət edib? İlk 20 saniyə ərzində 108 km/saat sürətlə, amma mənə deyir ki, sürəti metrlə göstərir. Ona görə 108-i çevirirəm. 18-də 5-ə vururam. Deməli, bunu da 18-də 5-ə vuranda 18 6-ya gedər məncə bu burada. 6-ya getsə 6-yı da 5-ə vursam 30 edər. Deməli, ilk 20 saniyə ərzində 30 ilə hərəkət edib və bərabər sürətlə hərəkət edib. Şərtə fikir verin. Onu da belə göstərək. İlk 20 saniyə zaman anında 20 saniyədə 30 ilə hərəkət edib. Daha sonra 20-ci saniyənin sonunda avtomobil tormozlanaraq hərəkət edib dayanıb. Tormozlanırsa yavaş yerdə, belə göstərək. Ki 25-ci saniyənin sonunda dayanıb. Deməli, burada olur zaman 25 saniyə. Sonda da sürət olub 0. Biz bunu çəkdik. Bu 0 zaman anında çəkdik. İndi bizə deyir ki, uyğun sürətin qiymətlərini yazmaqla yazdıq. İlk 25 saniyə ərzində avtomobilin sürəti modulunun zamandan asıllıq qrafikini göstərin. Bu şəkildə olur uşaqlar.